Herkese salam. İnşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Yeni düşdüm güllərin canına. Yerləri değiştirdim. Bunları bunları bura qaldırdım. Birazdan sulayaram. Belə güllər çoxdur, ona görə biraz çətin olur. Mən də en çox bu güllər var. Bunları xoşlayıram çünki bunlar yay qış açırlar da gül açırlar. Bunlar biraz tez eləyir, gülləri düşür. Amma bunlar çox qalıcıdır. Doludur biraz roza kimi, qızıl gül kimi. Və bu bizdə var, bir şey qışdan gül açır. Bunu istəyirəm, bu güllər də уже qutarsın, bunu çıxardıb biraz burada eləyərəm, onu perisadka eləyərəm ki, yaxşı olsun, onun üçün də rahat olsun. Çox belə çətindir onun üçün. Çıxan zibillərdə indi bunları yığıb buranın polu silərəm və gedirəm evə. Sizin üçün lezgitskan hazırlayıram. Onu da sizə göstərirəm. İnşallah baxarsınız, bəyənərək baxarsınız. Bugün biraz belədir gün, bilmirəm. İşim çoxdur, amma bilmirəm hardan başlayayım, harda qutarım. Amma bunu silib, buranı silib gedirəm, lezgitskan hazırlayıram. Həm göylü, həm də etli. Buranı təmizləmişəm, keçəcək burada qadınamı, pijamı asmışam, palaskani eləyib, ellə palaskaciləyirəm. Gülləri belə qoydum, bizim üçün də xoş olar, burada çay, kofe içəndə xoş oluram bu güllərə baxıb, bu manzaraya baxıb kofe içmək. Maşınkaya da qoşmuşam, orada qaralar var, indi gedirəm evə, yemək hazırlanır. Burada bizdə şkaf olmalıdır, amma hələ də gözləyirəm. Baxım nə vaxt olar. Buranı hamısını istəyirəm bağlayım. Bu turbaları, bu belə şeyləri görünməsin də heç nə balkonda. Ona görə də gözləyirəm. Burada mən yarpaqlar getirmişdim. Dünən biz rayona getmişdik. Onu da sizə deyəcəm nələr oldu dünən. Bu yarpaqlar getirmişdim. Üzüm yarpaqdır. Onları dünən ələk saldım qaynar suya. Belə yığıb onları qəşəng salmışam qaynar suya. Bir axşam, bir gecə onlar qaldılar o qaynar suda. İndi onları çıxardıram, o suyu belə sıxıb çıxardıram və bankalar istəyirəm bağlayım. Üzüm yarpaq yoxdur bizdə bu il. Həmişə qaynanam eləyirdi, amma bu il o belə şeylər eləyə bilmir. Ona görə də mən eləyirəm. Onları belə çıxardıram, suyu sıxıb onlardan və qoyuram. Dünən biz niyə getmişdik? Biz uçada durmalıydıq rayonda. Çünki qaynanam rayonda propiskadadır. Buradan biz oraya gittik. 70 yaşlı kadın ameliyattan sonra maşında oturup oraya gidip o yol Kusar rayona gitmiştik biz. O yol gitmişik və bizə nə desələr yaxşıdır. Burada yenə də bankaları sterilizovat eləyirəm, banka krışka və yenə də biraz duz koyacağım bankaların altına ve geçince yarpaqları dolduracağım. Sonra yenə də qaynar su eləyib qaynar suda bağlayaram. Və bizə nə desələr yaxşıdır. Bizi yenə də göndərdilər. Bir analiz verməliyik ki, o analizdə çıxır, 1-2 həftədən çıxır o analizin cavabı. Elə əsəbləşdik ki, biz səhər tezdən getmişdik, axşamda qayıtdıq evə, уже dedik, da mən dedim, bir daha ora gedən deyiləm. İndi Bakıda istəyirəm bir частный klinika, harda varsa tapım. Orada uçotda baxaq, dura bilərik ya yox, baxım, nəsə bəlkə eləyə bilərik də, ya da müalicə alaram частный klinikaya, nə var ki, onsuz da частный klinikadır. Məncə qəşəng onkoloq tapıb verə bilərəm. Yəni sizlər bilirsinizsə, yaxşı bir klinika məsləhət görə bilərsiniz, sevinərəm. Burada yarpaqları belə böküb qoyuram bankaya, orada biraz əyirdim. Onlardan ya bugün ya sabah eləyərəm, amma bilmirəm, bugün başqa planlarım da var. Bildiyiniz kimi sizə demişəm də, bugün başqa yeməklər hazırlayaram. Bu yarpaqlardan da bəlkə də sabah bökərəm dolma. Yarpaq dolma bizdə ən yaxşı gedən elə o yarpaq dolmasıdır.
Belə eləyib qoyuram. Bilirəm də oje bir bankaya, yəni bir dəfə hazırlanması gərək olanı qoyuram. Onsuz da bilirik ki, nə qədər bizdə gedir, xanımlar olaraq bilirik ki, bizə nə qədər lazımdır. Çox sıx-sıx da qoymuram, aralara su girsin. Bu nanədir, yeşil nanə də qoyuram. Qaynanam alçada qoyur, amma bizdə oje alça yetişmiş alçaydı. Ona görə də dedi, dadı yaxşı olmaz, sən şeyi qoy, nanə, alça qalsın. İndi bura bir çay qaşığı qəşəngcə duz da qoyaram. Qaynar su doldurub bankaları bağlayaram. Bununla da bitir. Bu bizdə belə qaynanam belə eləyir. Həmişə biz marazilkaya qoymuruq, quru belə qoymuruq. Belə xoşlayırıq. Mən vəbşə salonu xoşlayıram. Duzlu yarpaqları xoşlayıram. Belə qəşəng iyisi olur, aromatlı iyi olur. İndi bunları bağlayıb istəyirəm yemək hazırlayım. Oje günorta yeməyi hazırlamaq vaxtıdır. Dünən biz elə yorulmuşduq ki, gəldik biraz tez-tez yemək hazırladım. Hamıya axşam yeməyi verdim, nə var, nə yox, qızartdım. Belə yatdıq, durduq. Elə bu şeydə yarpaqları dələdim qızımla. İstəyirdim sizə çəkim, çəkə bilmədim. Niyə? Çünki telefon uşaqlardaydı, həmişəki kimi. Oje nətər biz təmizlədik və qaynar suya saldıq da onları. İnşallah sizə bütün prosesi göstərərəm. Shorts video olaraq inşallah göstərərəm. İstəyirəm çəkim. Amma bilmirəm da indi nə vaxt biz daha rayona gedəcəyik. Onları da saxlamışam ki, istəyirəm dolmada büküm. Bugün yox, sabah ya o biri gün deyəsən sabah eləyərəm. Səhər tez dura bilsəm eləyərəm. Belə bağlayıram, sterilizavat elədim. Krışkaları da açıq açmasın da hava girməsin. Belə qoyuram, baxıram ki, hava girir ya yox və qoyuram ki, bir dasmalın altına. Burada mən oje unla oynayıram. Unla oynamaq çox xoşlayıram. Bu proses mən sizə bura bir muzika qoşaram. Nəsə belə bir muzikalını olsun. Burada nə eləyirəmsə hamısı burada görsənir də oje nə eləyirəmsə. İnşallah baxarsınız, bəyənərək baxarsınız, like qoyub abunə olmayı unutmazsınız. Bir yazmağı unutmazsınız. Həmişə deyirəm, yenə də deyirəm sizə. Çox xoş olardı. Gəlin birlikdə baxaq mən nə edirəm.
Kızım puding hazırlayıb istəyir Turetski kaşık tatlısı mı, puding tatlısı mı bilmirəm onu. Nədir onu eləyir. Baxaq görək biz axşam kofe ilə nə içirik. Ne yeyirik, to есть kofe içirik ama nəsə yeyirik. Bu pudingdi, уже hazırdı. Снизу поставь и один просто поэтому размажь печенькой одной. Все. Три ряда сделай, хватит тебе вполне. Так. Угу. Ну да, по такой будет, да? Ничего, у нас 6 каждому одну. Ложкой сделай, этим не получится. Сначала налей несколько. Можно я тебе покажу? Смотри, вот так вот берешь и вот так, вот так, вот так, вот так вот делаешь. И класс пустор. Угу. Və həmişəki kimi yeməklərdən sonra nə edirəm? Pılısoslayıram. Bu 3 otaq var ki, 3-4 otaq var ki, hansı ki mən hər gün pılısoslamalıyam. Kuxnya, prixoşka, uşaqların otağı. Bunları hər gün pılısoslamalıyam, təmizləməliyəm. Niyə? Çünki hər gün əldə olan otaqlardır. Uşaqların otağı, mətbəx, prixoşka və ya mənim otağımdan da hər gün keçirik balkona, gidib gəlirik, elə bir ki, proxadnoy dvor. Deyirəm, gərək buranı uşaqların otağı eləyərdik ki, bizim otağa heç kim girməzdi. Arada belə şeylər də deyirəm. İnşallah bəlkə də dəyişdim, bir belə ağlı girsə, bəlkə də gördüm ki, dəyişdirdim. Buranı da pılısoslayım, biraz istirahət eləyərəm. Məncə, bugün çox iş görmüşəm, hamısını çəkməmişəmsə də, amma çox iş görmüşəm. Yemək çox vaxtı yemək aparıb, hansı ki mən elədim, xəmir eləmək, onu eləmək o qədər də asan deyil. Ona görə də sağ olun, salamat qalın. İnşallah yaxşısınız, həmişə yaxşı olasınız. Hamınızın ruzusunu Allah versin inşallah. Tam vlogunu bitirmək istəyirdim və qızımdan belə bir sürpriz dedi ki, sən çox yorulmuşsan və kofe içmək sənin haqqındır. Bu manzarada ən sevdiyim şeylərdən biridir. Bu kofe marojnalı kofedir.